Yaradıcı Cəmiyyət layihəsinin və Allatra hərəkatının iştirakçıları 16 iyun 9 iyul 2025-ci il tarixlərində İsveçrənin Cenevra şəhərində keçirilən BMT İnsan Hüquqları Şurasının 59-cu sessiyasında iştirak ediblər. Sessiya çərçivəsində onlar WFWP və IAYSP-YUM tərəfindən Qadınların Vəziyyəti üzrə Qeyri-Hökumət Təşkilat Komitəsi Cenevranın dəstəyi ilə təşkil olunan Liderlik və İnsan Haqları üzrə intensiv təlim proqramını başa vurublar. Sessiya ərzində iştirakçılar Şuranın iclaslarında olublar, diplomatlar və vətəndaş cəmiyyəti nümayəndələri ilə məzmunlu dialoqlar aparıblar, həmçinin mövzulu said eventlərdə iştirak ediblər. Müzakirə olunan əsas mövzular insan hüquqları, söz azadlığı, iqlim dəyişikliyi, mikroplastiklə çirklənmə, qeyri-hökumət təşkilatların rolu və davamlı inkişaf. Yaradıcı cəmiyyət və Allatra nümayəndələri ekoloji və humanitar problemlərin həllində qlobal əməkdaşlığın zəruriliyini və təhlükəsiz gələcəyin qurulmasında vətəndaş cəmiyyətinin rolunun vacibliyini vurğulayıblar. Sessiyada iştirak beynəlxalq əlaqələri möhkəmləndirməyə və əldə olunan bilikləri sülhsevər və insan hüquqları fəaliyyətinin daha da inkişafı üçün istifadə etməyə imkan verib. Daha ətraflı məlumat press relizdə.